Uşaqlara sevgi ilə yanaşmaq, yoxsa oxluvu əlinə götürüb, daysız fərq getdi oxşada fərsiz daylarına deyərək ağac altına, oxlu altına alıb çırpmaqmı? Hansı daha çox işə yarayır? Dəyərli valideynlər, biz ətrafımızda bu cür insana, bu cür uşaqlara, valideynlərə çox rast gəlirik ki, Pənahın qızı müəllim yanına getmədi, getdi yığdı 520 bal. Nə bilim, Firdovsun gədəsi bütün günü oturdu, oxudu, yığdı 620 bal. Baxın dəyərli valideynlər, bəzi uşaqlar var ki, bunlar anadan gəlmə, genetik olaraq dərsə, oxumağa, öyrənməyə çox həvəsli uşaqlardır. Bunlar belədir. Bu uşaqları sən götür, yalvar ki, gəl bala, gedək orada. Bir gün səni idmana yazdıraq. Və gəl buradan bura kimi qaçaq. Gəl bu topu götürək oynayaq. Yox, bu uşaq buna həvəs yox. O uşaq sevir ki, oxusun, öyrənsin, kitablara dalsın, öz məqsədlərinin, uğurlarının, gələcəyinin arxasına getməyi sevir. Nəysə, bu uşaqlardan danışma. Bunlar zaten %1000-1 olurlar və onları görüb orta səviyyəli, yəni adi uşaqlara misal çəkmək olmaz. Bu düzgün yanaşma deyil. Onun dədəsi də elədi, bəlkə babası da elədi. Onun genetikasında o var. Bəzi insanın nəsil olaraq çox yaxşı riyazi qavraması var. Əla riyaziyyat götürməyi var. Bəzi nəsil məsələn yaxşı ədəbiyyatçıdır, yaxşı şeir yazırlar, yaxşı şeir mənimsəyirlər, yaxşı danışıq qabiliyyətləri var. Hə, gələk bu 70-80%-in olduğu uşaqlar ki, o hansı ki o uşaqlar doğrudan da oxlovsuz öyrənə bilmirlər. Bu uşaqlar onların üzünü güldünsə oxumayacaqlar. Baxın, mən ümumiyyətlə qavraması olmayan, yazıq uşaq 5 dəfə oxuyur, yadında 3 kəlmə qalmır. Mən bu uşaqdan danışmıram. O uşağı zaten məcburi oxutmaq özü bir artıq yükdür o uşaq üçün. Mən o uşaqdan danışıram ki, bir şeiri açsın 2 dəfə, bir mətni, bir hekayəni 2 dəfə oxusun, otursun sənə danışsın. Orta səviyyəli yaddaşı, yaxşı qavraması olan, məsuliyyəti də müəyyən qədər olan, yəni ki, tam yoxdur, müəyyən qədər olan bir şey dedin ki, bunu elə istəsə edəcək. Bu uşaqlardan danışıram. Yəni yüksək səviyyəli, orta səviyyəli uşaqlardan danışıram. Belə uşaqların üzərində bəli nəzarəti qəti şəkildə verməyəcəyiz. Həmin uşaqların davamlı üstündə nəzarət olmalıdır. Həmin uşaqları çox yaxşı dərs keçib, amma uşağı oxumadan, maraqlanmayan, oxuda bilməyən müəllimlərin yanına həvalə etmək olmaz. O uşaqlar üzərində Nemes kimi dayanan, belə yumruğu başının üstünə əksik olmayan, amma şəxsiyyətini alçatmıyor. Bəli, mən kurs uşaqlarına sərt davranıram. Bu heç, amma onların şəxsiyyətinə qarşı zərrə qədər artıq hərəkət etmirəm. Mən onların üzünə gülsəm, onlarla daimi elə oxumur, əzizləsəm, hər xırda şey keçsəm, təbii ki, onlar da ipə sapa yatmazlar.